Axşamınız xeyir uşaqlar. Bu günlərin bu video izahımızda biz demin ikinci nəşrindən olan aparat təminatının, yəni kompüterin aparat təminatının testlərinin bir izahına baxmış olacağıq. Vaxt itirmədən birinci sualdan davam eləyək. Deyir, monitorun növlərini müəyyən eləyin. Burada ştrikot skanerdir. Bu monitorun növü deyil. Monitorun növünə aid olan demək, maye kristal monitorlar var. Bir də elektron şua borulu monitorlar var. Ona görə birinci sualımızda cavabımız 2-5'dir. C variantıdır. İkinci suala diqqət eləyirik. İkinci sualda nə deyir? Deyir ki, kompüterin məhsuldarlığına təsir edən əsas amilləri müəyyən eləyin. Baxaq görə əsas amillər nədir? Rəng imkanları bu printerə aiddir. Prosesorun sürəti bəli kompüterin məhsuldarlığına aiddir. Ekranın diaqonalı monitora aiddir. Ekran çözümlüyü monitora aiddir. Operativ yaddaşın həcmi də bəli nəyə aiddir? Kompüterin məhsuldarlığına aiddir. Ona görə cavabımız 2 ilə 5'dir. 2 ilə 5 D variantıdır. Üçüncü suala diqqət eləyirik. Üçüncü sualda görək nə deyir? Demək, yalnız çıxış qurğuları hansılardır? Proyektor yalnız çıxış qurğusudur. Bir də printer çıxış qurğusudur. 2, 4. Üçüncü sualda cavabımız olur B variantı. Dördüncü suala keçid alırıq. Görək dördüncü sualda nə deyir? Dördüncü sualda deyir ki, informasiyanı uzun müddətli saxlamaqdan ötürü hansı yaddaş qurğularını müəyyən yaddaş qurğuları var? Yəni informasiyanı uzun müddət saxlamaq üçün nəzərdə tutulan yaddaş qurğularını müəyyən eləyin. Biz bilirik ki, informasiyanı uzun müddət yadda saxlamaq üçün xarici yaddaş qurğularından istifadə olunur. Baxaq görək, burada xarici yaddaş qurğularından SSD var, hard disk var, bir də disket var. Yəni 2, 4, 5. 2, 4, 5, yəni C variantı. Dördüncü sualda cavabımız oldu C variantı. Beşinci suala baxırıq. Mikroprosesorun əsas parametrini müəyyən eləyin. Mikroprosesorun əsas parametri onun tak tezliyidir. Beşinci sualda cavabımız D variantıdır. Altıncı suala baxırıq. İnformasiya daşıyıcılarını müəyyən eləyin. Görək hansılardır? Audio kasetdir, digitazer yox, flash yaddaş, sonra monitor çıxış qurğusudur. Bir də demək CD-ROM. Skanerdə nədir? Giriş qurğusudur. Demək, hansı oldu? 1, 3, 5. 1, 3, 5 oldu E variantı. 7-ci suala diqqət eləyirik. Demək, 7-ci sualda deyir ki, keş yaddaş nədir? Keş yaddaş prosesorun mikrosxemində olub sürətli yaddaşdır və yaxud da deyə bilər ki, əməli yaddaşa olan müraciətin sürətini də artırır. Belə bir şey də deyə bilər. Yəni, hər ikisi də keş yaddaşın tərifidir. 7-də A variantıdır. 8-ci sualda görək nə deyir? Deyir ki, sistem lövhəsi üzərində yerləşən demir ha, yerləşməyən qurğular hansılardır? Baxın, demək, sistem lövhəsi üzərində yerləşməyən qurğular, disket sistem lövhəsi üzərində yerləşmir, sonra plotter yerləşmir, bir də hard disk də yerləşmir. Sistem lövhəsi başqa şeydir. Buna bəzən ana lövhədə deyirlər, ana platada deyirlər, ana plata üzərində, yəni sistem lövhəsi üzərində. Biri də var ki, sistem bloku, hard disk, HDD, yəni Winchester. Sistem blokun içərisində yerləşir, amma ana platanın üzərində yerləşmir. Bizə deyir ki, sistem lövhəsinin, yəni ana plata üzərində yerləşməyən oldu disket, plotter, bir də hard disk, yəni Winchester. 1, 3, 4. 1, 3, 4 oldu. 8-ci sualda cavabımız E variantı. Keçirik 9-cu suala. 9-cu sualda deyir ki, hansı klaviaturanın funksional düymələrinə aid etmək olar? Biz bilirik ki, F1-dən F2, F3, düz F12'ye kimi. F12'ye kimi bunlar funksional klavişlərdir. Home'dur, End'dir, sonra page up'dır, sonra page down'dur, sonra yuxarı, aşağı, sağa, bir də sola oxlar. Bunlar kursoru idarə edən düymələrdir. Qalanı isə xidməti klavişlərdir. Burada deyir ki, hansı klaviatura funksionaldır? Funksional olanda F4, yəni A variantı. 9'da oldu A variantı.
10-cu suala baxırıq. Operativ yaddaş qurğusunu müəyyən eləyin. Operativ yaddaş qurğusu RAM-dır. 10-cu sualda cavabımız oldu E variantı. 11-ci suala baxırıq. Sistem lövhəsi üzərində olanları deyir. Bax, mikroprosesor sistem lövhəsi üzərindədir, yəni ana lövhə üzərində. Sonra operativ yaddaş bəli ana lövhə üzərindədir. Hard disk yox, CD-R yox. Genişləndirmə yuvalarda demək sistem lövhəsinin üzərində yerləşir. Oldu hansılar? 1, 2, 5. 1, 2, 5 oldu B variantı. Demək 11-ci sualda cavabımız nə oldu? B variantı. 12-ci suala keçid alırıq. Hansı uzun müddətli yaddaş qurğusudur? Uzun müddətli yaddaş qurğuları xarici yaddaşlardır. O da hard diskdir. 12-ci sualda E variantıdır. Qalan BIOS proqramdır. RAM daxili yaddaşdır. CPU mikroprosesordur. Yəni verilmiş informasiyanı emal eləyir. Keş yaddaş da demək RAM tipli yaddaşdır. O da daxili yaddaşdır. Mənə hansı uzun müddətli yaddaş deyir? Uzun müddətli yaddaşlar xarici yaddaşlardır. Xarici yaddaşlar içərisində burada biz görürük nəyə? Hard diski, yəni Winchester. 12-də cavabımız nə oldu? E variantı olmuş oldu. Klaviatura nə üçündür? Verilmiş informasiyanı daxil etmək üçündür. Ona görə 13-də cavabımız B variantıdır. 14-cü suala keçid alırıq. Daxil etmə qurğusu deyil. Klaviatura daxil etmə qurğusudur. Web kamera daxil eləyir verilmiş informasiyanı. Demək, mikrofon daxil eləyir. Siçan qurğusu daxil eləyir. Verilmiş informasiyanı komandalarla daxil eləyir. Plotter çıxış qurğusudur. Printerdir, plotterdir. Bunlar çıxış qurğularıdır. Yəni 14-də cavabımız nə oldu? Demək, B variantı olmuş oldu. 15-ci sualda nə deyir? Deyir, kompüter bu qurğularsız istifadə oluna bilər. Yəni, bu qurğular olmasa da kompüter işləyə bilər. Onu demək istəyir. Baxın, printersiz kompüter zaten işləyə bilir. CD-siz kompüter işləyə bilər. Plottersiz kompüter işləyə bilər. Amma prosesorsuz, daimi yaddaşsız kompüter ola bilməz. Mənə deyir, istifadə oluna bilər. İstifadə olunar, yəni bu qurğularsız, printersiz, CD-siz, plottersiz kompüter işləyə bilir. Məndə istifadə oluna bilərləri, yəni bu qurğularsız istifadə oluna bilərləri soruşur. Bu da 3, 4, 5-dir. Yəni cavabımız C variantıdır 15-ci sualda. Sonra gəlirik 16-cı suala. 16-cı sualda deyir ki, fərdi kompüterlərin növlərinə aid deyil. Masaüstü kompüter fərdi kompüterin növüdür. Avuççu kompüter fərdi kompüterin növüdür. Planşet fərdi kompüterin növüdür. Notebook fərdi kompüterin növüdür. Amma superkompüter kompüterlərin qabarit ölçülərinə görə növünə aiddir. Yəni fərdi kompüterin növünə aid deyil. Ona görə 16-cı sualda cavabımız oldu B variantı. Keçirik 17-ci suala. Verilmiş qurğulardan hansı masaüstü fərdi kompüterin standart qurğularına, yəni əsas hissələrinə aid deyil? Bax, siçandır, sistem blokdur, klaviaturadır, monitordur. Bunlar demək nəyə aiddir? Fərdi kompüterlərin əsas hissələrinə aiddir. Amma skaner əlavə qurğusudur. Yəni ona periferiya qurğusu da deyirlər. İndi 18-ci suala, demək 17-ci sualda cavabımız oldu D variantı. 18-ci suala keçid alırıq. 18-də nə deyir? Deyir ki, aşağıda 5 müxtəlif kompüterə aid parametrlər verilmişdir. Parametrləri müqayisə edin və ən güclü kompüteri müəyyən eləyin. Verilmiş kompüterlər arasında güclü kompüteri müəyyən etməkdən ötürü birinci onun sürətinə baxırıq. Yəni hertzlərinə baxırıq. Birinci hersinə baxırıq, yəni sürətinə baxırıq, sonra RAM-ın tutumuna baxırıq, sonra xarici yaddaşın tutumuna baxırıq. Baxıram ki, burada gigahertzlərinə baxıram, baxıram burada 3.2, burada 3.2, burada 3.1, burada 3.6, burada da 3.6. Ən böyük sürət D-lə E variantında qaldı. Ona görə A-nı, B-ni, C-ni yəni sıradan çıxardıram. Qalır bir dənə D-lə E. Baxıram, 3.6 GHz sürətlər eynidir. D variantındakı kompüterdə 3.6 GHz-dir, E-də də 3.6 GHz-dir. Sürətləri bərabərdirsə, onda onların RAM-ına baxıram. Baxın, bu siləşlə bu siləşin arasında olanlar. Baxın, DDR-lərə baxıram. Baxın, bununla bunun ortasında olanlar. Baxın, bunun RAM-ı DDR-i 16 GB-dir. Amma
Bunda nədir? Bunda da demək 32 GB-dir. Ən çox hansı oldu? 32 GB olan, yəni E variantı. Demək, E variantında olan kompüterin RAM-ı D-dəkindən daha üstün oldu. Sürətləri bərabər olsa da RAM-larına baxdım. Ən üstün E variantındakı kompüterin demək üstünlüyü gəlmiş oldu. Ona görə 18-ci sualda cavabımız E variantı olmuş oldu. İndi gəlirik 19-cu suala. Görək 19-cu sualda nə deyir? Deyir ki, notebook diaqonalı 21 düym olan monitora malikdir. Bu monitorun diaqonal ölçüsünü santimetrlə təxmini olaraq hesablayın. Baxın, biz bilirik ki, bir düym 2,54 santimetrdir. Deyirəm, yaxşı, bəs onda 21 düym neçə santimetrdir? Onda nə edirəm? X bərabərdir, 21-i vururam 2,54 santimetrə. Onda X də bərabər olur. Demək, 53,34. Yuvarlaqlaşdırmırıq. Tam olaraq 53 tamın özünü götürmüş olduq. B variantı. 19-cu sualda cavabımız nə oldu? B variantı olmuş oldu. İndi gəlirik 20-ci suala. Böyük həcmli təsvirlərin çap edilməsi üçün böyük həcmli təsvirlərin çap edilməsini həyata keçirən zaman printer əvəzinə hansı qurğudan istifadə oluna bilər? Biz bilirik ki, plotter bu qurğunu, bu işləri yerinə yetirə bilir. Ona görə də 20-ci sualda cavabımız E variantıdır. Yəni, böyük həcmli təsvirləri çap etmək üçün plotter qurğusundan istifadə olunur. Mən ona həmişə nə deyirəm? Printerin böyük qardaşı. 21-ci suala keçid alırıq. 21-də nə deyir? Deyir, yalnız daxil etmə qurğularını müəyyən edin. Burada yalnız daxil etmə qurğuları, bax, məsələn, klaviatura, kamera, bir də skanerdir. Ona görə cavabımız 21-də D variantıdır. Sonra, bax, printer variantında çıxış qurğusudur, çıxdı. Monitor çıxışdır, printer çıxışdır. Burada monitor çıxış qurğusudur. Burada plotter çıxışdır, proyektor çıxış qurğusudur. Ona görə də 21-də tam daxil etmə, yəni giriş qurğusu ancaq D variantı uyğun gəlir. 21-də D variantıdır. 22. Xarici yaddaş qurğularını müəyyən edin. Baxın, A variantında RAM, ROM, bir də cache yaddaş. Bunlar daxili yaddaşlardır. B variantında bax, RAM körradır. C variantında RAM körradır. Sonra D variantında demək, hard disk düzdür, xarici yaddaş qurğusudur. Amma cache yaddaş burada körrüyor. Amma E variantında maqnit lenti, disket, bir də CD. Bunlar xarici yaddaş qurğulardır. Ona görə 22-ci sualda cavabımız E variantıdır. 23-cü suala keçid alırıq. Prosesorun tak tezliyinin ölçü vahidi gigahertzlərlə, megahertzlərlə ölçülürdüyü üçün ona görə 23-də cavabımız E variantı olmuş olur. 24-cü suala keçid alırıq. Kompüter işləyərkən hansı qurğu cari anda aktiv proqramları özündə saxlayır? Biz bilirik ki, cari anda bütün aktiv proqramları özündə saxlayan RAM-dır. Buna nə deyirlər? Operativ yaddaş da deyirlər. Ona görə 24-cü sualda cavabımız D variantıdır. Sonra eyni zamanda enerjidən asılı yaddaşdır. Bax, kompüteri açıq saxlayan müddətdə hal-hazırda görünən bütün proqramlar RAM-a görə görsənir. Yəni, bütün o aktiv proqramları özündə saxlayır. Hal-hazırda görünəndə saxlanır. Əgər işıqdan olaraq, yəni ümumiyyətlə kompüterimizi söndürürüksə, həmin vaxtda RAM-da olan bütün proqramlar silinmiş olur. Yenidən kompüteri işə salanda həmin axırıncı səfər qaldığımız proqram görünmüş olmur. Çünki artıq RAM-dan o proqram silinmiş olur. Yəni görünən anda, cari anda görünən aktiv proqram demək neyinir? Silinmiş olur. Ona görə deyirik ki, kompüter işləyərkən demək cari anda aktiv proqramları özündə saxlayan nə? Demək yaddaş RAM-dır. 24-də D variantı. 25. Klaviaturanın xidməti klavişləri olan sıranı göstərin. Burada bax F1 nə demək funksionaldır. Burada Home-dur. End-dir. Bunlar kursoru idarə edən demək yox, demək
idarə edən demək klavişlərdir. Bizdə nə deyir? Xidməti klavişlərdən söhbət gedir. Burada page up, page-dan kontrol, burada page up, page-dan körradı işləri, yəni kursoru idarə edən nələrdir? Klavişlərdir. Sonra F12 burada funksionaldır. Amma xidməti klavişlər demək nə qaldı? Enter, tab, kontrol, insert, bir də delete. 25-də cavabımız oldu D variantı. İndi keçirik 26-cı suala. Görə 26-da nə deyir? İndi deyir ki, hansı xarici yaddaş qurğusu deyil? Xarici yaddaş qurğusu deyil. RAM nədir? Daxili yaddaş qurğusudur. SSD-dir, hard diskdir, flash kartdır, CD-dir. Bunlar xarici yaddaş qurğusudur. Bizdən xarici yaddaş qurğusu deyil deyir. O da RAM-dır. Prosesorun əsas funksiyası nədir? Demək, prosesorun əsas funksiyası məlumatları neynir? Emalı və idarə edilməsidir. Verilmiş məlumatları neynir? Emal edir və idarə edir. Ona görə 27-də cavabımız nə oldu? E variantı olmuş oldu. 28-ci sualda deyir ki, operativ yaddaşın funksiyası nədən asılı? Nədir? Funksiyası nədir? Aktiv proqramları və verilənləri müvəqqəti yadda saxlayır. Ona görə 28-ci sualda cavabımız nədir? Demək, C variantıdır. 29-cu sualda deyir ki, sərt disk, yəni Winchester, buna hard disk, hansı məqsədlə istifadə demək olunur? Demək, biz bilirik ki, sərt disk, yəni HDD, buna eyni zamanda Winchester da deyirlər. Məlumatları uzun müddətli saxlamaq və daşımaqdan ötürü biz sərt diskdən demək neyinirik? İstifadə edirik, yəni HDD-dən. Buna sərt disk, Winchester və yaxud da HDD deyirlər. Ona görə 29-da cavabımız nə oldu? A variantı olmuş oldu. 30-cu suala diqqət edirik. Ana plata üzərindəki genişləndirmə yuvaları hansı məqsədlə istifadə olunur? Ana plata üzərindəki genişləndirmə yuvaları xüsusi qurğuların qoşulması üçün istifadə olunur. Ona görə 30-cu sualda cavabımız demək E variantıdır. Sonra, əgər operativ yaddaşın həcmində çatışmamazlıq yaranarsa, bu kompüterə necə təsir göstərər? Operativ yaddaşın həcmində çatışmazlıq demək yaranarsa, nə olar? Kompüter daha yavaş işləyər. Belə. Video adapterın əsas funksiyası demək nədən ibarətdir? Video adapterın əsas funksiyası qrafik təsvirlərin emalı və ekrana ötürülməsi üçündür. SSD ilə hard disk arasındakı əsas fərq nədir? SSD məlumatları daha sürətli oxuyur. Ona görə də fərq bundan ibarətdir. Demək, 33-də nə oldu? B variantı olmuş oldu. 34-cü suala diqqət eləyək. Deyir, sistem lövhəsi üzərində hansı qurğu yerləşmir? Hard disk sistem lövhəsi üzərində yerləşmir. Hard disk sistem blokunun içərisində yerləşir. Sistem blokunun içərisində yerləşir. Amma sistem lövhəsinin, yəni ana lövhə üzərində, ana plata üzərində yerləşmir. Ana plata üzərində yox, sistem bloku içərisində yerləşir. Ana lövhənin üzərində portlar, genişləndirmə yuvaları, sonra prosesor, RAM yerləşir. Amma hard disk, buna Winchester də deyirlər ki, o ana platanın üzərində yox, ana plataya bəzən sistem lövhəsi də deyirlər. Sistem lövhəsinin üzərində yerləşmir. Sistem blokunun içərisində yerləşir və hard diski istənilən vaxtı daşımaq olur, çıxartmaq olur, harasa aparmaq olur. Ona görə ona xarici yaddaş deyirlər. Demək, 34-də cavabımız nə oldu? D variantı olmuş oldu. İndi 35-ci suala diqqət eləyirik. Prosesorun tezliyi hansı vahidlə ölçülür? Hertzlərlə ölçülür. Ona görə 35-də cavabımız B variantıdır. 36-cı suala diqqət eləyirik. Deyir ki, proqram təminatı əsasən kompüterin hansı yaddaş qurğusunda quraşdırılır? Proqram təminatı, biz bilirik ki, proqram təminatı əsasən
hansı yaddaş qurğusunda quruluşdurulur? Xarici yaddaşda. Yəni burada hard disk var. O hard diski götürürük. RAM-da yox, keşikdə yox, disketdə xeyr, tabii disketin həcmi çox kiçik, flash yaddaşda yox. Demək hard diskdə. Qrafik təsvirlərin emalı üçün hansı qurğu daha uyğundur? Qrafik təsvirlərin emalı üçün qrafik təsvirlərin demək emalı üçün hansı qurğu daha uyğundur? Hə, video adapter. 37-də cavabımız nə oldu? A variantı olmuş oldu. 38-də hansı qurğu yalnız çıxış qurğusudur? Klaviatura giriş qurğusudur. Demək, mikrofon giriş qurğusudur. Skaner girişdir. Sensor ekran həm giriş həm çıxış kimi baxmaq olar, amma yalnız çıxış qurğusu monitordur. Ona görə 38-də cavabımız C variantıdır. Sonra keçirik 39-cu suala. Monitor hansı informasiya növünü istifadəçiyə təqdim eləyir? Gözlə görürükdə vizual olaraq təqdim eləyir. Ona görə 39-da cavabımız C variantıdır. Məntiqi ardıcıllığı tamamlayın. Aha, tamamlayaq. Görək nə deyir? Deyir ki, CD, SSD-dir, hard diskdir, CD-dir. Bunlar hamısı nədir? Xarici yaddaş qurğulardır. Aşağıda da baxıram ki, xarici yaddaş qurğularından bir dənə nə var? DVD var. DVD var. Onlar demək, yaddaş qurğusu deyil də. Bəli. Yox, xarici yaddaşdan söhbət gedir. Xarici yaddaş DVD-dir. Ona görə 40-cı sualda cavabımız A variantıdır. 41-də nə deyir? Deyir ki, keş yaddaş daxili yaddaş qurğusudur. Bəli. Xarici yaddaş qurğusudur. Xeyr. Prosesorun verilənlərə müraciəti zamanı gecikmələrin təsirini azaldır. Bəli, bəli, bu doğrudur. İnformasiyanı uzun müddət yadda saxlayır. Xeyr. Ümumiyyətlə uşaqlar, informasiyanı uzun müddət yadda saxlayan xarici yaddaş qurğulardır. Sonra, sürəti 1 saniyədə kadrların sayı ilə ölçülür. Yox. Bizə nə lazımdır? Bizə lazımdır, demək, sxemi tamamlayın. Keş yaddaş üçün 1-3 A variantı. Demək, 41-ci sualda cavabımız nə oldu? A variantı. 42-ci suala keçid alaq. Görək 42-də nə deyir? Demək, deyir təkliflərdən hansı doğrudur? Təkliflərdən görək hansı doğrudur? Demək, informasiya xarici yaddaş qurğularında saxlanılır. Bəli, doğrudur. Keş yaddaş informasiyanı daimi olaraq yadda saxlayır. Yox, ay uşaqlar. Keş yaddaş RAM tipli yaddaşdır və müvəqqəti yadda saxlayır. Enerjidən asılı yaddaşdır. Prosesorun nüvəsi yalnız mürəkkəb riyazi hesablamalar üçün nəzərdə tutulur. Niyə yalnız? Yalnız o işləri görmür axı. Prosesor demək, necə ki insanın beyni olduğu kimi kompüterin də beyni prosesordur. Saniyədə milyonlarla, milyardlarla əməliyyatı yerinə yetirilir. Yalnız mürəkkəb riyazi hesablamaları yox. Ən sürətli xarici yaddaş qurğusu sərt disk yox, SSD-dir. Ekranın üfüqi və şaquli istiqamətlərdə nöqtələrin sayı, bəli, ekranın çözümlüyüdür. Ona görə də cavabımız 1-lə 5. 1-lə 5 görək hardadır? D variantında. Amma ekranın ölçüsü deyəndə diaqonal üzrə. Ekranın, monitorun diaqonalı monitorun ölçüsüdür. Amma üfüqi və şaquli istiqamətlərdəki nöqtələrin sayı isə ekranın çözümlüyüdür. Demək, 42-ci sualda düzgün mənə hansılar doğrudur deyir. 1-lə 5 doğru oldu. Ona görə 42-ci sualda cavabımız D variantıdır. İndi keçid alırıq 43-cü suala. Doğru mülahizələri müəyyən edeyim. Baxaq, görək hansı doğru mülahizələr hansılardır. Demək, baxıram, SSD xarici yaddaş qurğusudur, bəli. Skaner giriş qurğusudur, demək, bəli, giriş qurğusudur. Printerlər lazerli və matrisli olmaqla yalnız 2 yerə bölünür və zərfli və zərfsiz olmaqla 2 yerə bölünür. Səhvdir. Disketin ən sürətli yaddaş qurğusudur. Yox, demək olar ki, ən zəifdir. Mikrofon çıxış qurğusu deyil, bu da giriş qurğusudur. Məndən doğruları istəyirdi 1-lə 2. 1-lə 2 D variantındadır. Ona görə 43-də cavabımız nə oldu? D variantı olmuş oldu. 44-cü suala keçid alırıq. Deyir, sistem lövhəsi üzərində yerləşən komponentlər hansılardır? Genişləndirmə yuvası, sərt disk, sistem lövhəsi üzərində deyil, sistem blokun içərisindədir. Joystick elə bir ki, nəyin? Masum bir növüdür, orada yerləşmir. Yəni, sistem lövhəsi üzərində deyil. Prosesor, bəli, sistem lövhəsi üzərindədir. Operativ yaddaş da sistem lövhəsi üzərindədir. DVD-dəki sistem lövhəsi üzərində yox, xarici yaddaş qurğusudur, orada yerləşmir.
Heç bir xarici yaddaş qurğusu sistem lövhəsinin üzərində deyil. Demək, məndə sistem lövhəsi üzərində yerləşən komponentləri istəyirdi. 1, 4, 5. 1, 4, 5 də B variantıdır. Ona görə 44-cü sualda cavabımız nə oldu? B variantı olmuş oldu. 45-ci suala keçid edirik. Baxın, RAM burada xarici yaddaş qurğuların, çıxış qurğuların, bir də giriş qurğuların nizamlamalıyıq, uyğunlaşdırmalıyıq. RAM nədir? RAM demək daxili yaddaş qurğusudur. Burada baxıram ki, yoxdur. Bu getdi. Web kamera nədir? Giriş qurğusudur. Düzdür. 3-ə getdi B. Sonra plotter nədir? Çıxış qurğusudur. 2-yə getdi C. Sonra prosesor nədir? Demək, emal etmə qurğusudur. Burada yoxdur. SSD nədir? Xarici yaddaş qurğusudur. 1-ə də getdi E. Demək, E, C, B. E, C, B oldu cavabımız 45-də C variantı. 46-cı suala keçid alırıq. Hansı fikir yanlışdır? Hansı demək fikir yanlışdır? 46-cı sualda baxaq. Demək, kredit kartlarının arxasında yanlışı soruşur bizdən. Kredit kartlarının arxasında olan kodlaşdırılmış informasiyanı müəyyənləşdirmək üçün maqnetik demək skanerlərdən istifadə olunur. Bəli, bu doğrudur. Bu doğrudur. İnformasiya yaddaş qurğularında emal olunaraq prosesorda saxlanılır. Ay uşaqlar, bu fikir səhvdir. İnformasiya yaddaş qurğularında emal olunmur. İnformasiya prosesorda emal olunur, yaddaş qurğularında saxlanılır. Bu fikirdə yer dəyişikdir. Yaddaş qurğuları ilə prosesorun yeri dəyişik yazılıb. Burada yazılıb ki, bizdən yanlışı istəyir. Elə yanlış B variantıdır 46-da. Deyir, informasiya yaddaş qurğularında emal olunur, prosesorda saxlanılır. Elə yazılmamalıydı. Yazılmalıydı ki, informasiya prosesorda emal olunur, yaddaş qurğularında saxlanılır. Demək, bizdən yanlışı istəyirdi. Yanlış da B variantıdır. 46-da B variantıdır. Sonra C-yə, D-yə nəzər salaq. Deyir, skaner görüntüləri kompüterə daxil etmək üçün onları koda çevirən qurğudur. Bəli, doğrudur. Lazerli printerlər çap etmək üçün lazer texnologiyasından istifadə olunur. Bəli. Şanın təkərciyini fırlatdıqda ekranda olan göstərici yerini dəyişmir. Bəli, dəyişmir. Sadəcə olaraq ekranda demək aşağı-yuxarı qalxır, amma göstərici olduğu kimi qalır. Baxın, yuxarı aşağı qalxır, amma göstərici olduğu kimi qalır. 46-da cavab nə oldu? Bizdən yanlışı istəyirdi. Yanlış da B variantıdır. 47-yə keçirik. Deyir ki, hansı fikir doğrudur? Lazerli printerlər sürəti dəqiqədə çap etdiyi səhifələrin sayı ilə ölçülür. Bəli, doğrudur. Aha, deyil A variantı. Bizdən doğrunu istəyirdi. Doğru da A variantıdır. İlk monitorlar maye kristal monitorlardır. Xeyr uşaqlar, elektron şüa borlu monitorlardır. CD qurğularında daha çox video tipli yox, səs tipli məlumatlar saxlanılır. Səhvdir. Monitorda görüntülər tamamlayıcı rənglərdən istifadəsi ilə alınır. Yox. Tamamlayıcı rənglər CMYK rəng modelidir. CMYK rəng modelində də tamamlayıcı rəng adlanır bu. Bunda da çap işlərində printerdə istifadə olunur. Monitorda isə uşaqlar RGB rəng modelindən istifadə olunur. Yəni True Color'dan istifadə olunur. Ona görə D-də səhvdir. Kompüterin internetə bağlanması üçün şəbəkə kartı olmaya bilər, elə şey ola bilməz. İndi bizdə nəyə deyirdi? Hansı fikir doğrudur? Hansı fikir A variantı 47-də doğru olmuş oldu. 48-ci suala diqqət edirik. Deyir ki, kompüterin məhsuldarlığına təsir edən əsas faktorları müəyyən eləyin. Kompüterin məhsuldarlığına təsir edən kompüterin. Monitorun keyfiyyətinin əks etdirilməsi. Monitor deyirsə, bu kompüter adiyyatı yoxdur, monitor adiyyatı var. Sonra. Prosesorun tak tezliyi, bəli, kompüterə aiddir. Yüksək keyfiyyətli çap imkanı bu printerə aiddir. Video sistemin məhsuldarlığı, bəli, kompüterin məhsuldarlığına təsir edən əsas faktorlardandır. Web kameranın piksellərinin sayı xeyir. Bir də operativ yaddaşın həcmi də, bəli, kompüterin məhsuldarlığına təsir eləyir. Bizdən kompüterin məhsuldarlığına təsir edən əsas faktorlar istəyirdi. Bunlar oldu. Prosesorun tak tezliyi, video sistemin məhsuldarlığı,
Bir də operativ yaddaşın həcmi. Cavab oldu 2, 4, 6. 2, 4, 6 hansı variantdadır? A variantında. Ona görə 48-ci sualda cavabımız A variantı olmuş oldu. 49-cu suala nəzər yetiririk. Görək nə deyir. Bizdə burada uyğunlaşmanı istəyir. Giriş, çıxış, bir də yaddaş qurğuları var. Demək, proyektor nədir? Proyektor çıxış qurğusudur. Ona görə 2-yə getdi A. Sonra klaviatura giriş qurğusudur. Ona görə 1-ə getdi B. Monitor çıxış qurğusudur. Ona görə 2-yə getdi C. Sonra sərt disk yaddaş qurğusudur. Ona görə 3-ə getdi D. Web kamera. Demək, web kameradan söhbət gedir. O da getdi giriş qurğusuna. 1-ə də getdi E. Demək, B, E, A, C, bir də D. B, E, A, C, bir də D. Oldu 49-da D variantı. Ümid edirəm aydındır. 50-ci suala keçid alaq. Görək nə deyir. Deyir, sistem blokunun daxilində olan xarici yaddaş qurğularını müəyyən edin. Sistem blokunun daxilindədir, amma xarici yaddaş. Ana plata demir ha. Sistem blokunun deyir, o qutunun içində, sistem blokunun içində olanlar deyir. Amma xarici yaddaşdır. Hard disklə SSD nədir? Xarici yaddaş qurğusudur. Amma sistem blokunun daxilində yerləşir. 1, 4. 1, 4, yəni C variantı. 50-ci sualda cavabımız nə oldu? C variantı olmuş oldu. 51-ci suala keçid alırıq. Deyir, hansılar doğrudur? Fərdi kompüter istifadə oluna bilər. Baxın, prosesorsuz da istifadə oluna bilər, printersiz də istifadə ola bilər. Düzdürmü? Yəni 3, 4. D variantı. 51-ci sualda yox. İstifadə oluna bilər. Fərdi kompüter istifadə oluna bilər. Yox, prosesorsuz yox. Mən niyə belə dedim? Baxın. Baxın. Hansılar doğrudur? Demək, fərdi kompüter istifadə oluna bilər. Nəsiz? Printersiz istifadə oluna bilər. Bir də web kamerasız da istifadə oluna bilər. 1 ilə 4. 1 ilə 4 oldu A variantı. 51-ci sualda. Demək, A variantı olmuş oldu. Demək, fərdi kompüter istifadə oluna bilər. Daxili yaddaşsız kompüter ola bilməz. Prosesorda kompüter ola bilməz. Amma bunlarsız, demək, fərdi kompüter bu 4 dənə qurğunun içərisində eləsini seçməliyik ki, onlarsız da kompüter işləyə bilər. Onlar hansılardır? Web kamerasız da ola bilər, printersiz də kompüter işləyə bilir də. Ona görə də bizdə işləyə bilməyənləri soruşur. 1 ilə 4 A variantı 51-də. Sonra indi 52-yə keçirik. Deyir ki, doğru fikirləri müəyyən eləyin. Görək doğru fikirlər hansılardır? Skaner kağız üzərində olan informasiyanı kompüterə daxil edən qurğudur. Bəli, doğrudur. Monitorun üfüqi və şaquli nöqtələri dedikdə onun diaqonal nəzərdə tutulur. Yox, uşaqlar. Diaqonalı, demək, monitorun diaqonal üzrə ölçüsü monitorun özünün ölçüsünü verir. Amma üfüqi və şaquli nöqtələr dedikdə ekranın çözümlüyü nəzərdə tutulur. Ona görə ikinci sual səhvdir. Lazerli printerlər sürəti 1 saniyədə yox, sürəti 1 dəqiqədə. 1 dəqiqədə çap olunan simvolların yox, səhifələrin sayı ilə ölçülür. Səhifələrin sayı ilə. Monitordakı piksellərin sayı nə qədər çox olarsa, görüntü o qədər keyfiyyətli olar. Bəli, bu doğrudur. Sonra, klaviaturada delete klavişi kursordan sağdakı simvolu silir. Yəni sağda. Tutaq ki, mən bura bir dənə nə yazmışam? Nuray yazmışam. Nuray. Nuray sözündə məndə bax kursor gəlib durub burada. Mən delete basıramsa, deletedə bax bu A silinir olur burada. Yəni delete olanda sağdakını silir, amma backspace olanda soldakını R-nı silmiş olacaq. Məndən delete soruşur, sağdakını silir deyir, düz deyir. Sağdakı simvolu. Doğru fikirlər, doğru. 1, 4, 5. 1, 4, 5 oldu C variantı 52-də. 53-cü suala keçid alırıq. İnformasiyanı yalnız xaric edən qurğular. Yalnız xaric eləsin. Yəni informasiyanı yalnız xaric edən qurğu hansıdır? Bax, qrafik planşet yox.
Demək, sensor ekran həm yalnız xaricdən printerdir. Bir də səs ucaldandır. Bu da daxil eləyir skaneri heç. Oldu 3, 5 A variantı 53-də. İndi gəlirik 54-cü suala. Deyir ki, fərdi kompüterin əsas tərkib hissələri dedikdə hansı qurğular nəzərdə tutulur? Monitor, sonra sistem blok, mouse, sonra bir də klaviatura. Oldu 1, 3, 4, 5. 1, 3, 4, 5 oldu D variantı. İndi 55-ci suala keçid alaq. Demək, nə deyir? Deyir ki, lazer printerlərin çap sürəti 1 dəqiqədə çap edilə bilən səhifə sayı ilə ölçülür. Çap sürəti 22 ppm olan printer 180 saniyə ərzində neçə səhifə çap eləyər? Baxın, ppm nədir? 1 dəqiqədə çap olunan səhifələrin sayıdır. 1 dəqiqədə, baxıram, əgər 22 ppm 1 dəqiqəyə əgər 22 ppm səhifə çap eləyibsə, onda deyirəm ki, yaxşı, bəs 180 saniyə neçə ppm çap eləyər? Düzdür? Onda 180-i mən nəyə çevirirəm? 180 saniyəni dəqiqəyə çevirirəm. 60-a bölürəm. Bu mənə 3 dəqiqə verir. Düzdür? Onda deyirəm ki, belə deyirəm. Deyirəm ki, 180-in yerinə nə yazıram? 180-in yerinə yazıram. Demək, 3 dəqiqədə. 3 dəqiqə. Yazıram bura 3 dəqiqə. Onda x bərabərdir tənasüblə 3-ü vururam 22-yə. Bu da mənə nəyi verir? 66 demək, səhifəni vermiş olur. ppm nədir? 1 dəqiqədə çap olunan səhifələrin sayıdır. 66 səhifə oldu E variantı. Tənasüb qurduq. 1 dəqiqəyə 22 səhifə çap eləyirsə, onda deyirəm, yaxşı, bəs 180-i mən neynədim? 60-a böldüm, 3 dəqiqəyə çevirdim. 3 dəqiqəyə neçə səhifə çap eləyər? Buradan x tənasüblə orta ədlərin hasili kənar ədlərə bərabərdir. X bərabərdir, 3-ü vurdum 22-yə, o da elədi 66 səhifə. 55-ci sualda cavabımız oldu E variantı. 56-cı suala keçid alıq. Deyir ki, xidməti klavişlər, kursoru idarə edən klavişlər var, bir də funksional klavişlər var. Gəlin bunu uyğunlaşdıraq. Bax, P cavab nədir? Kursoru idarə edən klavişdir. Ona görə 2-yə getdi A. Sonra F12 nədir? Funksional klavişdir. 3-ə getdi B. Demək, sonra Tab nədir? Xidməti klavişdir. 1-ə getdi C. Escape nədir? Xidmətidir. D. 1-ə getdi. End nədir? Kursoru idarə edən klavişdir. Ona görə də 2-yə getdi E. Demək, nə oldu? 1C D. 1C D. 2 A E. 3-ə də nə getdi? B variantı getmiş oldu. 1C D. 2 A E. 3 də B. 56-da cavabımız demək bu cürə olmuş oldu. 57-ci suala keçid alaq. Demək, deyir ki, əməli yaddaşın bir də sərt diskin tutumu. Əməli yaddaş DDR olanlardır. Baxın, bax bu DDR buradan bura qədər. 32 GB. 32 GB. Demək, 32 GB olur nə? 1-ə getdi əməli yaddaş DDR. 1-ə getdi A. Sonra sərt diskin tutumu. Sərt diskin tutumu HDD. Bax, bu hissəni nəzərdə tutur. Burada da 2 terabaytdır. 2 terabayt demək 2-yə də getdi C. Demək 1A, 2 də C. Bu cür. 1A, 2C. Sonra bu 57-ci sualdır. İndi 58-ci suala keçirik. Deyir ki, uyğunlaşdıraq. Baxaq görək necə uyğunlaşdırırıq 58-ci sualda. Tak tezliyi. Bax, 1 saniyədə yerinə yetirilən elementar əməliyyatların sayı tak tezliyidir. Ona görə 1-ə getdi C variantı. Prosesorun demək hesablama işlərini görən nədir? Onun nüvəsidir. 2-yə getdi D variantı. Keş yaddaş nədir? Operativ yaddaşda oxuma yazma zamanı verilənlərin nüsxəsi də harda yazılır? Keş yaddaşda saxlanmış olur. Ona görə 1C,
2 demək D, 3 də E. Neçənci sualdır bu? 58-ci sual. 1C, 2D, CD, E. CD, E. 58-də 1C, 2D, 3D E. 59-cu suala baxaq. Baxın. Backspace nədir? Xidməti klavişdir. 2-yə getdi. A. F13 deyən yoxdur. F1-dən F12-yə kimidir xidməti klaviş. ABC yoxdur. P-cap nədir? Kursoru idarə edən klavişdir. Ona görə 1-ə getdi D. Sonra funksiyonal klavişdə F5-dir. Ona görə də 3-ə də getdi E. Demək D, A, E. 59-da. 1D, 2A, 3D E. Bu da belə. 60-cı suala keçid alaq. Bu da ondandır. Kursoru idarə edən. Baxın, caps lock nədir? Demək, xidməti klavişdir. 2-yə getdi A. Sonra F15 deyən bir funksiyonal klaviş yoxdur. Funksiyonal klavişlər F1-dən F12-yə kimidir. Yəni belə F15 yoxdur. 0-123 yoxdur. Home nədir? Home kursoru idarə edən klavişdir. Ona görə 1-ə getdi D. Sonra funksiyonal klavişdə F1-dir. 3-ə də getdi E. Bu da belə. Demək 60-da D, A, B. Bu da belə. 1D, 2A, 3D E. 61-ci suala keçid alaq. Görək 61-də nə deyir? Demək, lazerli printerlər, matrisli printerlər, bir də şırnaqlı printerlər. İynələr dəstini görən kimi həmən dəqiqə bilin ki, bu matrisli printerlərdir. 2-yə getdi A variantı. Sonra gəlir lazerli demək printerlər. Lazerli printerlərdə toner vasitəsilə çap prosesini icra eləyir. Ona görə də 1-ə də getdi D variantı. Demək 1-ə də getdi nə? D variantı. Sonra şırnaqlı printerlər. Bu printerlərdə mürəkkəbin çox kiçik, demək damcılarını kağızda çilənməsi yolu ilə aparılır. Ona görə də şırnaqlı printerlər də buna aiddir. 3-ə də getdi E variantı. Demək 1D 61-də, 2A, 3D E. 61-də bu. Sonra gəlir 62-ci suala. 62-də nə deyir? Deyir ki, bu uyğunluğu müəyyən eləyin. Demək, baxaq. Diagonal yol. Bax, ştrik kod nə olur? Skaneri olur. 3-ə getdi A. Sonra diagonal ölçüsü monitora aiddir. Ona görə 1-ə gedir B. Matrisli nə olur? Printer olur. Ona görə 2-yə getdi C. Video adapter monitora aid olduğu üçün gedir 1-ə D. Bir də şırnaqlı da nə var? Printerdir. Şırnaqlı printer. Yox. Hətta 2-yə də getdi demək E. Demək nə olur? Demək 1BD, 2CE, 3-ə də getdi nə? A variantı. Bu da 62-ci sual. Demək uşaqlar, biz sizinlə, mən sizə canlı, yəni əyani dərsimizdə 1-dən 62-yə kimi DİM-in 2-ci nəşrindən testləri bir-bir Hartvari bölməsinə aid bütün testləri bir-bir izah eləmiş olmuşdur. İndi təkrar o testləri mən YouTube kanalı vasitəsilə təkrar bir-bir sizə yenidən demək YouTube-a yerləşdirmiş oldum ki, təkrar baxanda demək yaddaşınızda biraz da yaxşı qalmış olsun. Sağ olun. Bununla sizdən kompüterin aparat təminatını bitirmiş olduq. Sağ olun. Gecəniz xeyrə qalsın. Özünüzə yaxşı baxın.